Neysən Arzu? Şükürüm. Can. Əvvəlcə saçlarımız. Qaraçıların əlindən qardaş canınız boğazımıza yığılıb. Ay qız, neysə? Saçıma maska eləyirəm. Məziyyətimə Elşad. Hayır mənim məziyyətimə. Bura düşsə narahat olmayın. İstifadə edə bilərsiniz. Saçımızı maska elədikdən sonra diblərini yaxşı-yaxşı masaj eləyirik. Saçımızı yığırıq. Daha sonra üzümüzə maska eləyirik. Darçından istifadə edəcəyik. Biraz darçın. Daha sonra su. İndi bunu qarışdırırıq. Biraz daha yaxşı çəkə bilərəm. Güzgü yoxdur deyə belə istifadə edirəm. İndi dodaq baxımı çox önəmlidir. Onun üçün gilasla istifadə edəcəm. Ən əsası protein tozu. Protein tozundan biraz götürürük. Arzu, nə vurdun ora? Protein tozu? Aha. Mənim proteinimdir. Hə, vanilli Sən aldın protein deyil. tozu. Yox, sənindir. Mən bunu içine almışam. Mən də maska eləyirəm bundan. Protein tozundan da biraz su əlavə eləyirik. Əllərimizə dərimizi yumuşaltması üçün istifadə edirik. Düzdür, mən bunu qarnıma açıram, bu əllərinə bax. Nəsə dedin? Nə Bu şəkildə əlləriniz çox parıldayacaq. Ən sonunda isə əllərimizə kofe istifadə edəcəyik. Arzu, Nescafe'dən istifadə edə bilərsiniz. Hə, 23 manat almışam. Almışdım. nə olsun? El dibində qaldı, daha xoşdur. Dəqiq. İstifadə edirəm onu. Tamam, Səni çox sevirəm. Səni üçün ediyorum. Sənsiz yaşayamam. qapağına qoyaq biraz. Kofeni götürürük. Kofedən biraz dodağınıza da sürtə bilərsiniz, amma bu kofe biraz möhkəm kofe olduğuna görə dodağınızı zədələməsin. Ona görə də bu şəkildə əllərinizi və bədəninizi skrab kimi istifadə edə bilərsiniz. Çox sərfəlidir və çox xeyirlidir həqiqətən. Ən sonunda təbii ki göz baxımımız. Bunu çox yar. Mama dəli ol. Olabilir. Mama dəli ol. Bunları da bu şəkildə gözümə qoyacağam. Daha gözəl məlumatlar istəyirsinizsə kommentlərə yazmağı unutmayın.